Mütəhhər ruhlarına salavat zikr edək. Allah təbarəkə və təala təziyyəmizi qəbul eləsin. Allahümmə salli alə Muhammedin və ali Muhammed. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bari'il halaiq ecma'in ve ba'isil enbiya'i vel mursalin. Khaliqis semavati vel aradin. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina Ebil Qasimi Muhammed ve itratihi tayyibin tahirin المعصومين المنتجبين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. Allah təbarəkə və təala təziyyəmizi qəbul eləsin inşallah. Allah təbarəkə və təala bizim adlarımızı Ağa Əbi Abdillah əleyhissalamın əzadarlarının və zəvvarlarının cərgəsində yazsın inşallah. Allah təbarəkə və təala axirətimizi bir xeyr eləsin. Bu çox mühüm məsələlərdən biridir. Axirət bir xeyr olmaq çox mühümdir. Bir insan görərsən ki, ömrü boyu ibadət eləyib, amma axırda hər bir şeyi verdi əlindən. Şeytan, keçən dəfə dedim mən, şeytan iman oğrusudur. Şeytan imanı istəyər oğrasın. Bir nəfər var idi, Qur'an-ı Kərimdə ayəsi vardı. Həzrəti Musa'nın zamanındaydı. Həzrəti Musa'nın köməkçisi idi. Bir cürə olmuşdu ki, cəmaat Həzrəti Musa'dan çox ona müraciət edirdilər. Cəmaatın dərdinə yarıyırdı. Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, və ateyna, biz ona verdik öz rəhmətimizdən, biz ona verdik bir para bir şeyləri. İsmi Əzəm bilirdi, böyük bir insan idi. Amma sonrası nə oldu? Yarım günün içərisində əvəz oldu. Həzrəti Musa'ya ağ oldu. Allahın əmrinə müxalifət elədi. Allah Teala onun üçün buyurur ki, Məsəluhu kəməsəlil kəlb. Onun misalı kəlbin misalın. Kəlb o murdar heyvana deyərlər. Onun misalı kəlbin misalındadır. Niyə görə? Çünki üsyan elədi Allaha qarşı. Həzrəti Musa'ya qarşı üsyan elədi. Ya misal üçün Bəni İsrailin dövründə bir nəfər var idi, çəkilmişdi bir güşəyə, ibadət eləyirdi. İllər idi ibadət eləyirdi. O qədər müqəddəs bir insan idi ki, cəmaat gəlirdi, ondan şəfa tələb eləyirdi və şifası da keçərli olurdu. Şifa tapırdılar xəstələr. Bilaxır bu da üsyan elədi. Üsyan elədi, günah elədi, böyük bir günah elədi. Bunu gətirdilər, gəldilər və elədiyi günahın da üstü açıldı. Üstü açıldı, gətirdilər, gəldilər bunu dar ağacına. Gətirdilər, gəldilər dar ağacına. Dar ağacında Allah Teala Qur'an-ı Kərimdə buyurur. Kəməsəli şeytani İz qalə lil insani kfur. Şeytanın misalı kimi ki, o zamanı ki insana dedi ki kafir ol. Geldi dedi ona şeytan ki dar ağacının altındadır. Görürsən neçə illərdir sən Allaha ibadət eləyirsən,
Amma Allah sənə burada yardımcı olmadı. Bir dəfə Allaha kafir ol, mənə iman gətir, mən hər şeyi sənin üçün həll eləyim burada. Bu da fikirləşdi ki, mən bir dəfə indi kafir olum və buna iman götürüm, dar ağacından qurtarandan sonra yenə Allaha iman götürərəm. Belə bir hilə işlətmək istədi və şeytanın sözünə qulaq asdı. Allaha ağ oldu. Allah Teala'ya ağ oldu və şeytan bundan qaçdı. Kəməsəli şeytani izqalə lil insani kufur. Şeytanın misalı kimi ki insana dedi, kafir ol, fələmma kəfərə, elə ki kafir oldu, qalə, şeytan dedi, inni bəri'un minkə, mən səndən uzaqam. İnni əxafullaha rəbbəl aləmin, mən aləmlərin Rəbbi olan Pərvərdigardan qorxuram. Nə oldu? Getdi cəhənnəmə, çəkdilər onu dar ağacına, imanını aldı əlindən. Bəs iman əsas şərtlərdən biridir və onun da oğrusu heç kəs deyil, şeytandır. Şeytandır. Görərsən ki, bəzən də laf namazla aldadar insanı. Namazla aldadar insanı. Bəzən görərsən Qur'anla aldadar insanı. Bəzən görərsən nə bilim zikrinlə aldadar insanı. Var idilər, nə qədər Qur'an oxuyan var idi İbn Ziyadın qoşununun içərisində. Nə qədər var idi. Əbu Musa Əş'əri Həzrət Əli Aleyhisselamın o hafız-ı Qur'an idi, Qur'an oxuyurdu. Nə oldu? Şeytan aldatdı onu. Bəzən görərsən namazla aldadar. Belə namaz qılıram, belə filan eləyirəm, belə filan eləyirəm. Bəli, bir zərrə təkəbbürlük gəldi insana, bir zərrə ücbü gəldi insana, hər bir şey gedər əldən. Ücub yəni özünü bəyənmək, öz əməlini bəyənmək. Mən gecə namazı qılmışam, mən filan namazı qılmışam, mən həcc qılmışam. Mən nə bilim, nə etmişəm, görərsən ki, şeytan bunu ilə insanın əlindən hər bir şeyini aldı. Hər bir şey, ahirətini aldı əlindən. O cümlədən də Aşura günündə bir neçə nəfər var idi ki, Nəhrəvan şeyxlərindən idi. Alınları qəbər eləmişdi namaz qılmaqdan. Nəhrəvan şeyxlər bilirsiniz kimdir? Qoy mən deyim də, cavansız, eşitməmiş. Ağa Əmirəl-Müminin Həzrət Əli Aleyhisselam Siffin müharibəsində Maviyə gördü ki, məğlub olur, az bir zaman qalıbdı məğlub olmaqlığa, hilə elədi. Dedi ki, Qur'anları vurun nizələrə. Qur'anları vurdular nizələrə. Bir iddə adam dedilər ki, biz Qur'ana qarşı getməyəcəyik. Ağa Əmirəl-Müminin buyurdu ki, vurun onları. Qur'an-ı natiq mənəm, onlar kağız parçasıdır, vurun onları. Dedilər, yox, vurmayacaq. 4000 nəfər Süffeyndə Həzrət Əli Aleyhisselamdan nə elədilər? Dönüklük elədilər. Və o dönüklük eləməkliklərin səbəbi, onlar oldular Nəhrəvanlı. Niyə görə gəldilər, yığışdılar Nəhrəvanda, dedilər ki, Əli qoşunu ilə gəlib keçəndə biz onu öldürək. Həzrət Əli Aleyhisselam gəlib keçəndə kəsdilər qabağını. Kəsdilər qabağını və müharibə oldu. Məğlub oldular. Həzrət Əli Aleyhisselam qələbə çaldı. Bir iddəsi qaçdı. Onlardan biri də İbn Mülcəm idi. İbn Mülcəm muradı ki, Həzrət Əli Aleyhisselamı başından qılıncla vuran adam. O Nəhrəvan şeyxlərindən idi.
və bir neçə nəfər də qaçmışdılar. İndi gəliblər, qoşulublar İbn Ziyadın qoşununa. Ömər Sədin yanında yer alıblar. Amma gecə-gündüz Qur'an oxuyurlar. Amma düşünmürlər ki, Qur'an-ı Natiq İmam Hüseyndir. Qur'an Hüseyndir. Din Hüseyndir. Namaz Hüseyndir. Və oturub gecədən planlaşdırırlar ki, biz sabahları nə edəcəyik? Həzrət Əlidən intiqamımızı alaq. Həzrət Əlidən intiqam almaqlığa gəliblər. Nə cürə Hüseyni öldürək? Hüseynin balalarını öldürək. İndi bunlar hamısı tamamlanıb, qarətə üz veriblər. Bunlar da gəliblər ki, Hüseyndən intiqam alsınlar, Həzrət Əlidən intiqam alsınlar. Balaca balalar çöldə qaçırlar. Bunlar salıblar balaları atın döşünə və vururlar, əziyyət eləyirlər. Əlidən intiqam alacaq. Həzrət Əlidən intiqam. Bax, bu cür nə şeyxələr var idi. Bunların nə namazı, şeytan namazları ilə aldadır bunları. Nə Quranları, şeytan Qur'anla aldadır bunları. Bəli, bu hafizi Qur'andır, bu filandır, bu filandır, bu filandır. Baxıb görürsən ki, Qur'ana, Peyğəmbər buyurmayıb, Rübbə talil Qur'anı vəl Qur'anu yəl'anuhu. Çox Qur'an oxuyanlar var ki, Qur'an onlara nə edir? Lənət oxuyur. Niyə görə? Çünki fasiqdir. Fasiqdir. Qur'anın hökmünə əməl etmir. Qur'anın buyurduğuna əməl etmir. Namaz qılmır misal üçün, oruç tutmur misal üçün. Və s. və s. Bir dəfədəki İmam Hüseyn əleyhissalama qarşı çıxır. İmam Hüseyn əleyhissalama qarşı çıxır, nə olacaq? Namazının nə faydası, orucunun nə faydası, heç bir şeyinin, həccinin nə faydası? Çünki Hüseynə qarşı çıxıbdır. Hüseyn kimdir? Hüseyn dini ilahidir. Hüseynin varlığı, vücudu, onlar Hüseyni öldürdülər, dini öldürdülər. Amma Hüseyn o mübarək qanı ilə dinə rəvac verdi. O rəvac nədir? Bax, bu günləri bura toplaşıblar bu insanlar. Bir dənə əhkam, bir dənə söz, bir dənə söhbət eşidirlər. Bu şairlərin yazdıqları mərsiyələrdən istifadə edirlər. Və s. və s. Yaşlı, qoca, cavan hamısı bir yerdə əyləşibdir. Bunlar özü bir hidayətin bir növüdür. Bilaxır, o məlunlar öz işlərini gördülər. Əhl-i Beyti Ətharı bir-birinə bağlayıb Küfəyə rəvan oldular. Mən sizə deyim, xuli məlunlar. Çün bir gün qabaq Aşuranın günü Ağa İmam Hüseyn əleyhissalamın mübarək başını Ömər Səd verdi Xuliyə, dedi apar İbn Ziyada təhvil ver və ondan bizə xəbər yetirginən ki, biz nə edək? Xuli Kərbəladan çapar Küfəyə. Təxminən günorta çıxıbdı, gecə yarısı gəldi, yetişdi. Küfə də bir dənə şəhərdir ki, qapıları bağlıdır. Küfənin kənarında, çöl tərəfdə, bunun bir kənddə bir evi var idi. Bu məlun dedi ki, gedim evə, dincəlim, səhər tezdən gedərəm, qapılar açılar, mən də gedərəm. Gəldi evə. Evə gəldi və fikirləşdi ki, mən bu başı neyniyim? Evə aparsam, arvad görəcək.
O İmam Hüseyni çox istəyir. İmam Hüseyni, İmam Həsəni çox istəyir. Xanım Zeynəbi çox istəyir. Əli övladların çox istəyir. Görsə Hüseynin başı, mənim işim xarab olacaq. Neyniyim? Getdi mətbəxə. O vaxtlar mətbəx indi evlərin içindədir. Mətbəx çöldə olurdu. Qədim elə hamı bizim həyətlərdə də olubdu. Mətbəx həyətdə olardı, təndir olardı. Orada təndiri, xorəyi pişirərdilər ta onun hissi filanı evə əziyyət eləməsin. Çünki qaz yox idi, bir şey yox idi. Odunla, taxta ilə, bir şeylərlə hazırlayırdılar hər bir şeyi. Baxır, apardı mətbəxə və təndiri açdı, ağanın mübarək başını qoydu təndirdə külün üstünə. Ağzını da örtdü və qayıtdı, gəldi. Arvad dedi, hardan gəlirsən? Dedi, müharibəyə getmişdim. Nə müharibə? Dedi, xavariclər üsyan eləmişdilər. Yezidə qarşı biz getdik, onları dəf elədik. Vuruşduq onlarla, öldürdük onları. Bəs mənim üçün bir az su hazır elə, bir əlimi, üzümü yuyum, nəysə bu, əlini, üzünü yudu, biraz çörək yedi, arvad biraz çörəkdən falandan qoydu bunun üçün. Bu yedi və yatdı. Arvad da məzlumə, Allah onu rəhmət eləsin. Gecə namazı qılan idi, gecədən bir qədər keçmiş, durdu gecə namazından ötürü. Çıxdı çölə ki, dəstəmaz ala, filanı gedə dəstəmaz ala, su götürə, gördü ki, təndirdən nur gəlir. Bir nur təlalü eləyir, bir ətir var. O ətri mən qoy sizə deyim, bir-iki dəfədir mən bu ibarəni işlədirəm. O ətri deyim sizə. İmam Zeynəl Abidin əleyhissalam buyurur ki, Ağa İmam Hüseyin əleyhissalama Peyğəmbərimiz bir alma vermişdi. O alma dünya almalarından deyirdi ki, 2 günə, 3 günə çürüsün. Behişt almalarından idi. Onun çox xoş ətri var idi. Və Ağa İmam Hüseyni dəfn eləyəndə haman almanı da orada ağa ilə bir yerdə olubdu. Hər kəs istəyir ki, o almanın ətrin eşitsin, sübh çağı geçsin İmam Hüseynin qəbri şərifinin ziyarətinə. O ətir oradan gələcəkdir. O ətri oradan duymaq olur. Mən neçə dəfə olub getmişəm və çox da gözəl bir ətir gəlir Həzrətin qəbri şərifindən. Salavat zikr eləyək. Gördü ki, bəli, təndirdə bir nuraniyyət var, gəldi o tərəfə. Axı, bu nədir burada? Bu ətir nədir? Bu xoş əhval nədir burada? Elə bir tamam həyətin ovzası dəyişibdi, bu mətbəxin ovzası dəyişibdi, yaxınlaşdı və gördü ki, bu ətrin mənbəyi, nuraniyyətin mənbəyi təndirdən gəlir. Təndirin qapağını götürən kimi gördü, Subhanallah, bir dənə kəsik var. Götürdü başı. Başı götürən kimi tanıdı. Həzrəti Əbi Abdillah aleyhissalamı tanıyırdı. Tanıdı, Subhanallah, bu İmam Hüseynin başıdır, bu Fatıma-i Zəhranın balasının başıdır, öpdü, bastı bağrına, tez onun qanını yudu, təmizlədi, ağladı, qəşvə ariz oldu ona, yıxıldı, düşdü. Gördü ki, asmandan bir nur gəlir. O nurun üstündə neçə nəfər əyləşiblər. Gəldi, yetişdi bunların mətbəxinə. Ağa Rəsulullah sallallahu aleyhi və səlləm götürdü başı, öpdü, bastı bağrına.
verdi Həzrət Əli əleyhissalama. O da öpdü, verdi xanım Zəhraya. Xanım Zəhra öpdü, bastı bağrına və verdi İmam Həsən əleyhissalama. O da öpdü, bastı bağrına və başladılar bu başla söhbət eləməkliyə. Həzrət Rəsul Əkrəm sallallahu aleyhi və səlləm buyurdu ki, oğul Hüseyn, demədin ki, mən Peyğəmbərin oğluyam. Dedi, ya cədda, dedim. Amma eşitmədilər. Həzrət Əli əleyhissalam dedi, oğul demədin mən Əliyyəl Mürtəzanın oğluyam. Qəsimun nari vəl cənnənin oğluyam. Dedi, hamısını dedim atacan, eşitmədilər. Xanım Zəhra da soruşdu, balam Hüseyn, sən demədin ki, mən xanım Zəhranın oğluyam. Dedi, dedim anacan, eşitmədilər. Bilaxır bu cür nə söhbətlər, bu arvad ayıldı. Ayıldı və tez o başı götürdü, əzizlədi və getdi ərinin yanına. Xuli yatmışdı. Onu oyatdı. Dedi, məlun, sən gedib xanım Zəhranın balası İmam Hüseynin başını kəsib gətirmisən mənim evimə. Mən o xanımın üzünə qiyamət günü nə cürə baxaram? Sən kafirsən, zındıqsan, dindən çıxmısan və mürtəddisən. Mən səndən daha boşam. Təlaqa da ehtiyac yoxdur. Həqiqətən elədir. Təlaqa da ehtiyac yoxdur. Bəs mən səndən boşam və ona lən elədi və çıxdı getdi. Xuli məlun, Allah ona lənət eləsin, Allah əzabın şədid eləsin. Allah Teala axirətimizi bir xeyr eləsin inşallah. Allah təbarəkə və təala dünyadan gedənlərimizi rəhmət eləsin, şəhid balalarımızı rəhmət eləsin. Allah təbarəkə və təala çəkilən zəhmətləri bu neçə gün ərzində sinə vurublar, cavan uşaqlar, mərsiyə oxunublar, roza oxuyublar. Allah Teala onların vücudun bir məla eləsin, sizin vücudunuzu bir məla eləsin. Şübhəsiz ki, hər birinizin qəlbində İmam Hüseyn əleyhissalamdan bir istək var, bir arzu var. Mən demirəm siz ona görə bu işi görmüsünüz. Xeyr, siz Hüseynin eşqində bu sinəni vurmusunuz, bu rozəni oxumusunuz, mərsiyəni oxumusunuz. Amma hər bir adamdır ki, labüddür ki, bəlkə yüzlərlə istəyi var qəlbində. Allah təbarəkə və təala o Hüseynə xatir sizin arzu və istəklərinizi sizdən ötürü çin eləsin inşallah. Allah Teala axirətimizi xeyr eləsin və bu neçə günün ərzində bizi ilə analar, bacılar da burada iştirak edirlər. Xanım Zeynəb-i Kübra salamullah əleyhanın mübarək əli ilə onların istədikləri əta olunsun inşallah. Allah Teala əskər balalarınızı salamat eləsin, onları hifz eləsin, onları qorusun. Zindanda olanlarımıza Allah təbarəkə və təala fərəc qismət eləsin. Tezliklə gəlib, indi günahkar, günahsız, hamımızın günahı vardı. Günaha qalanda hamımızın günahı vardı. Günahsız, ideal insan bu dünyada yoxdur. İdeal bir nəfərdir, o da İmam-ı Zaman ağadır. Əccalallahu fərəcəhu şərif. Allah Teala zindanda olanlarımızı tezliklə ailələrinə qovuştursun. Allah təbarəkə və təala çətinlikləri olanların, çətinliklərin Ağa İmam Hüseyn əleyhissalama xatir tezliklə həll eləsin, müşküllərimizi həll eləsin. İmam Hüseyn əleyhissalamın düşmənlərin Allah məhv nabud eləsin, yerlə yeksan eləsin inşallah. Bi haqqı nəbiyyina və alih və bil Fatihə.